Değerli izleyicilerimiz, bugün oktyabr ayının 15-i son dəqiqə bir məlumatı diqqətinizə çatdırım. Qeyd edim ki, saatlarımız səhər saat 05:55-i göstərir. Ramiz Mehdiyev həbs edilib. Belə ki, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti akademik Ramiz Mehdiyev həbs olunub. Bakı şəhər Səbail rayon məhkəməsi Ramiz Ənvəroğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ona ev dustaqlığı qəti imkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-278.1 193-1.3.2 maddələri ilə ittiham olunur. O maddələr nə maddələrdir? Ağır ittihamlar da yer gəlmişkən diqqətinizə çatdırın. Belə ki, 274 dövlətə xəyanət, 278 hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, 193-1-ci cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini legallaşdırmaq maddələri ilə ittiham olunub və bu xəbərdən sonra Ramiz Mehdiyevin mənsub olduğu əmlakların siyahısı da dərc olunub. Kampanyamızda davam edir. Bir balon bal alana 1 kilogram bal hədiyəmiz olacaq. Bu da sizin üçün çox qısa müddətdə elədiyimiz bir kampanyadır. Eyni zamanda ağ bal varımızdır. Kim istəsə gətirin bu ağ balı nə göstərəcəyimi müştərilərimə. Bura baxın. Bura baxın əziz dostlar. Elə bilin kremdir, krem. Baxın, əsl krem bal budur. O kimsə deyirdi köpük baldır. Qardaş, köpük ilə krem vəziyyətinə gəlmək ayrı-ayrı şeydir ya, bunu da biləsiniz. Yəni kim istəsə Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuz olacaq. 051 546 39 39 051 546 39 39 Zəng eləyin. Həm bu cür məcunlardan ağ ballara kampanyamız yoxdur. Amma bir balon bal alana 1 kilogram bal hədiyyə kampanyamız davam edir. Zəng eləyirsiniz, çatdırmanda pulsuz eləyər. Sağ olun.